İndi isə tamamilə fərqli bir məsələdən söz açacağıq. Düşünürəm ki, cəmiyyətimiz üçün kifayət qədər önəmli bir məsələdir. Çünki zaman-zaman buna dair müxtəlif mübahisələr yaranır. Bu mübahisələrin həlli ilə bağlı hara müraciət etmək lazımdır, həllini necə tapmaq olar, nələrə diqqət yetirmək vacibdir və yeni qaydalar, yeni planlar nəyi ehtiva edir? Biz bundan söz açacağıq. Söhbət nədən gedir? Torpaq münasibətlərinin tənzimləməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Prezidentinin 7 oktyabr 2021-ci il tarixli və 1455 sayılı fərmanından və bu fərmanın imzalanmasından düz 5 ilə yaxın zaman keçir. Elə biz bu istiqamətdə müzakirə aparacağıq. Daşınmaz əmlakın kadastr və reyestr Republik hüquqi şəxsin sədr müavini Elşad Məmmədov studiyamızın qonağıdır. Elşad müəllim, hər vaxtınız xeyir olsun, salamlayırıq sizi. Salam. Artıq bu fərmanın imzalanmasından az öncə də vurğuladığım kimi 5 il müddət keçib və 5 il heç də az bir zaman kəsiyi deyil. Həm burada elektron sistemə keçid baxımından deyə bilərik, yəni rəqəmsallaşma baxımından, həm də digər nüansları vurğulamaq mümkündür. Hansı işlər görülür bu 5 il ərzində? Yəni bu fərman əminik ki, kağız üzərində qalmayıb. Bəli. Bilirsiniz ki, Azərbaycan Respublikasında 1990-cı illərdə keçmiş SSR məkanında ilk dəfə geniş miqyaslı bir torpaq islahatı həyata keçirilmişdi. Yəni ölkəmizdə 800 mindən artıq ailəyə əvəzsiz olaraq deməli torpaq payları təqdim olundu. Qısa müddət ərzində 4-5 illik bir müddət ərzində deməli milyon hektarlarla torpaq İslahat qanunvericiliyə uyğun olaraq hər bir yaşayış məntəqəsi, hər bir kənd üzrə, kənd sakinləri arasında müəyyən normalar tətbiq edilərək, bölünərək pay torpaqları şəklində vətəndaşlara verildi. Həmin illərdə 800 min insana pay torpağı verilsə də, müxtəlif səbəblərdən çox az bir sayda ailə torpaqları özünə tanıdılmış olsa da, ona müvafiq hüquq müəyyən edici sənəd verilməmişdi. Və hal-hazırda 1455 sayılı fərman həmin vətəndaşların, həmin ailələrin öz sənədlərini dövlət vəsaiti hesabına hər hansı rüsum ödəmədən əldə edilməsini nəzərdə tuturdu. Fərmanın icrası ilə bağlı bugünə qədər 62 min ailəyə deməli pay torpaqları ilə bağlı dövlət reyestrindən çıxarışlar dövlət vəsaiti hesabına təqdim olunmuşdur və artıq onlar öz sənədlərini normal bir şəkildə istifadə edə bilirlər. Bununla yanaşı, yenə fərmanın icrası ilə bağlı həmin illərdə verilmiş dövlət aktları artıq yeni qaydalarla müəyyən olmuş dövlət reyestrindən çıxarışlarla əvəzlənir. Bugünə qədər 490 mindən artıq deməli çıxarış, deməli dövlət aktı çıxarışla əvəzlənərək hüquq sahiblərinə verilmişdir. Əlbəttə ki, pay torpaqlarının yerləşmə mövqeyinə nəzər yetirəndə biz sənədlərlə faktlar arasında müəyyən fərqlərin olduğunu da deyə bilərik. Dəfələrlə bununla bağlı müxtəlif fikirlər səsləndirilib, elə həmin o vətəndaşlar özləri də vurğulayıblar. Əvvəlcə istəyərdim ki, bunun səbəbi nədir? Biraz bunu araşdıraq və hansı problemlərə yol açır? Bu haqda da tamaşaçılarımızı məlumatlandıraq. Öncəliklə qeyd edeyim ki, torpağın faktiki istifadə vəziyyəti ilə sənədlərdə göstərilmiş koordinatlar arasında uyğunsuzluq tək bir səbəbdən yox, onlarla müxtəlif səbəblərdən qaynaqlana bilir. Birinci səbəbi, bayaq dediyim kimi 90-cı illərdə ilk dəfə olaraq çox geniş miqyaslı bir aqrar islahat həyata keçirilmişdi Azərbaycanda və qısa müddət ərzində 100 minlərlə insana bu sənədlər verilərkən o illərdə də müasir ölçü cihazları, GPS aparatları, elektron sistemlər mövcud deyildi. Yəni düzgün ölçülməyib. Bəli, müəyyən ölçü xətaları baş verə bilər. Birinci səbəblər bu idi. İkincisi, sakinlər özləri müxtəlif səbəblərdən, bilərək və ya bilməyərəkdən öz torpaq sahələrini su mənbələrinə, yola daha yaxın olması səbəbindən bəzi cüzi dəyişikliklər edə bilirlər və ya aralarında qeyri-rəsmi anlaşaraq torpaq sahələrinin yerində müəyyən dəyişikliklərin olmasını bu aradan keçən müddətlərdə baş verib, amma o həmin sənədlərdə əksini tapmayıb. Yəni torpaq bölgüsü zamanı qarşılıqlı razılaşma əsasında hansısa yanlışlıqlara yol verib? Hansısa yanlışlıqlara vətəndaşlar özü, yəni həm ölçülərdə baş verən müəyyən xətalar baş verib, eləcə də vətəndaşlar özləri də daha sonradan daha münbit, daha su mənbələrinə, yola yaxın
yerlərə öz torpaq sahələrini dəyişdirməklə sənəddə göstərilən koordinatdan uzaqlaşma halları baş verib. Eləcə də açıqcası qeyd etmək lazımdır ki, bəzi hallarda da bəzi vətəndaşlarımız onlara verilmiş normadan daha artıq sahəni istifadə etməyə cəhd göstəriblər. Bu da bütün yaşayış məntəqəsindəki sakinlərin torpaqlarında müəyyən problemlərə yol açır. Belə ki, əgər birimiz daha artıq istifadə edirsə, bu əlbəttə hansı bir vətəndaşınca da daha az istifadə etməsi ilə nəticələnir ki... Yəni 1,8 hektar tutaq ki, ərazisi olmalıdırsa, 0,2 hektarda artıq istifadə edirsə, təbii ki, bu kənddə hansısa sakinində az istifadə etməsi ilə nəticələnir və belə bir faktiki vəziyyətdən deməli, hüquq müəyyənci sənədlərdəki koordinatların və rəqəmlərin arasında uyğunsuzluqların olmasına yol açır. Burada əslində bəzi müəyyən problemlər, hüquqi problemlər qarşıya çıxır. Çünki son vaxtlar elektron sistemlər olduqca bilirsiniz, artıq mərkəzləşmiş nəzarət mexanizmləri var. Məsələn, ən sadəsi fermerlər subsidiya üçün Kənd Təsərrüfatı Nazirliyinə müraciət etdikdə onlar müəyyən torpaq sahəsini əkdiklərini və oradan məhsul əldə etdiklərini göstərmək və sübut etməlidirlər. Hansı ki, onlar öz təqdim etdiyi sənədləri Kənd Təsərrüfatı Nazirliyinə təqdim etdikdə onlar deməli, tutaq ki, peyk vasitəsilə baxdıqda həmin ərazinin əkilmədiyini görürlər. Halbuki həmin vətəndaş, misal üçün, oranı yox, oradan 30 metr daha fərqli bir yeri, uzaqda bir yeri əkirsə... Ola bilərmi ki, doğru üst-üstə düşməsin, yəni peyk görüntüləri ilə yerində olan göstəricilər? Dediyim kimi, əlbəttə, o artıq fərqli bir yeri əkir, yəni müxtəlif səbəblərdən, ya ona səhv göstərilib vaxtında texniki səhv olar, ya özü qəsdən bir 30 metr yerini dəyişdirir. Belə olan halda da təbii ki, o subsidiyanın alınmasında çətinliklərlə qarşılaşır. Eləcə də alqı-satqı zamanı torpağını kiməsə satarkən, bağışlayarkən, ipotekaya qoyarkən qarşı tərəf hüquq müəyyənci sənədlərə güvəndiyi halda faktiki vəziyyətlə olan fərqliliklər gələcəkdə hüquqi müstəvidə də problemlər yarada bilər. O zaman burada sual çıxır ki, bəs vətəndaş nə etməlidir? Yəni, bir neçə halı söylədiniz və fərqli-fərqli vətəndaşın hansısa bir formada məsuliyyət daşıdığı hallar da var və yaxud da vətəndaşdan asılı olmayan görüntülərin üst-üstə düşmədiyi, faktların üst-üstə düşmədiyi, yerində olan vəziyyətin fərqli olduğu hallarında olduğunu qeyd elədiniz. Vətəndaş nə etməlidir sualı məncə burada aktuallaşır və hansı işlər görülür bu problemin aradan qaldırılması üçün? Bəli, fərman çərçivəsində Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həmin texniki səhvlərin aradan qaldırılması, faktiki vəziyyətə uyğunlaşdırılması üçün kompleks və bütün ölkə üzrə tədbirlər həyata keçirilir. Amma fürsətdən istifadə edib burada vətəndaşlara da müəyyən tövsiyələr və çağırışlar etmək istəyərdim. Birincisi, vətəndaş dərhal tezliklə öz problemini həll etmək üçün ən yaxşı yol əlində olan dövlət aktını və ya şəhadətnaməni müasir qaydalarına dövlət reyestrinə çıxarışla əvəzlənməsi üçün müraciət etməlidir. Əgər müraciət edərsə, dövlət reyestrinə çıxarışa əvəzlənərkən həmin səhvlər tamamilə aradan qaldırılır. Yəni, artıq əgər əlinizdə çıxarış varsa, bu onun səhvlərinin tam olaraq aradan qaldırdığını göstərir. Amma ikinci bir kompleks tədbirlər planında qeyd etmək lazımdır ki, bu hansısa bir dövlət orqanının təbii ki, bir gündə həll edə biləcəyi bir məsələ deyil. Belə izah edeyim. Bayaq da dediyim kimi, kiminsə artıq torpaq sahəsi istifadə etməsi, kiminsə azalmasına səbəb olur. Kiminsə su mənbələrinə, yola yaxınlaşması, kiminsə uzaqlaşmasına səbəb olur və dolayısıyla qanunvericiliyə də uyğun olaraq və dünya praktikasına, müasir qaydalara da uyğun olaraq bu mənafeyini toxulan hər kəsin, bütün mülkiyyətçilərin razılıqları ilə ancaq aradan qaldırıla bilər. Yəni, bir vətəndaşın hüququnu təmin etmək üçün artıq digər vətəndaşın torpağı mübahisələndirilir və bunların hamısının razılığı olmalıdır. Dolayısıyla bir kənddə, bir yaşayış məntəqəsində, hətta bir nəfərin belə torpağında koordinat fərqlilərini aradan qaldırmaq üçün bütün kənd sakinlərinin bəzən ola bilir ki, torpaqlarında müvafiq dəyişikliklər baş verməlidir. Ona görə də əgər sakinlərdən bir dənəsi narazılıq bildirərsə, dəyişməklə razılaşmazsa, belə olan halda bütün sakinlərin torpaqlarında düzəltməni aparmaq mümkün olmur. Belə olan halda biz Əmlak Məsələləri Dövlət Xidməti olaraq bütün kənddəki ictimaiyyətlə işləyirik. Yəni, kənd ağsaqqalları, ziyalıları dəvət edərək, onlara izah edərək və bütün kənd sakinlərinin ümumi razılığı ilə və heç kimin mənafeyi tapdanmasın, hər kəsin hüquqları, qanunvericilikdə göstərilən, sənədlərdə təsbit olunan hüquqlar azalmadan həll etməyə çalışırıq. Amma burada dediyim kimi, kənd sakinlərinin üzərinə düşən də deməli, ümumi bir razılıq, ümumi bir
konsensusun əldə olunmasıdır. Bəzən olur ki, bir vətəndaş hansısa torpaq sahəsini uzun illər istifadə edib, 30 ilə yaxında istifadə edib, bilərək və ya bilmədən, ora ciddi investisiyalar qoyub. Orada müasir suvarma sistemləri qurub, torpağın münbitləşdirilməsi üçün aqrotexniki qulluq göstərib. Amma məlum olur ki, o əslində 20 metr fərqli bir yer istifadə edib və deməli başqa bir şəxsin. Bəzən o şəxslər onun faktiki vəziyyətə uyğunlaşdırmasına razılıq göstərmirlər. Baxmayaraq ki, insan ora 30 ildir zəhmət çəkib. Belə olan halda dediyim kimi ən... Yəni bildirirlər ki, o torpaq mənimdirsə, investisiya yatırılsa belə o torpaq qaytarılmalı. Və əlbəttə o da Azərbaycan vətəndaşıdır, onun da mənafeyləri varsa və o mütləq qorunmalıdır. Əlbəttə, əgər razılıq əldə olunmazsa, nəhayətində məhkəmə qaydasında bəzən müraciətlər olur, amma bu həm vaxt itkisidir, həm insanların zəhmətinin uzun müddət deməli məhkəmə xərcləri çəkməsi, kənddə sakinlər arasında müəyyən problemlərin yaranmasına səbəb olur və dünya praktikası da göstərir ki, ən yaxşı yol icma arasında hər kəsin ədalətli bir şəkildə müəyyən problemlərin aradan qaldırılmasına razılıq göstərilməsidir. Yəni bir nəfər torpağı artıq istifadə edirsə, bütün kənd sakinləri başa düşməlidir ki, həmin insan o artığı qaytarmalıdır. Əgər o qaytarmazsa, digər şəxslərdə azalma baş verəcək və onun sənədinin azalmasını tələb etdikdə isə, yəni bu narazılığın elə bir hüquqi əhəmiyyəti, əsası və ədalətliyi olmayacaq. Ona görə də mütləq biz bütün sakinlərin mənafeyini qorunaraq, hər kəsin razılıqları olaraq, eləcə də qanunvericiliklə, hüquq müəyyəncə sənədlərlə onlara göstərilmiş torpaq hədlərini aşmadan düzəldilmə işlərini kompleks həyata keçiririk. Bu istiqamətdə də təkrar olaraq bütün kənd ictimaiyyətini bu proseslərdə aktiv iştirak etməyə və ədalətli bir şəkildə düzəltmələrin aparılması üçün əməkdaşlıq etməyə dəvət edirəm. Bəs burada köhnə sənəd var, amma koordinatları səhvdir variantı olanda necə? Dediyiniz variantda, yəni vətəndaş bilərəkdən və ya bilməyərəkdən bu addımı ata bilər. Amma əlində bir sənəd varsa, amma koordinatlar səhvdirsə, uyğun gəlmirsə, o zaman necə olur? Əgər sadəcə texniki səhvdən qaynaqlanırsa, yəni əgər insan öz qonşuluqlarını dəyişməyibsə, məsafələri dəyişməyibsə, heç kimin torpağını zəbt etməyibsə, sadəcə 90-cı illərdə dediyim kimi, sadəcə ölçü cihazlarının mövcud olmadığı üçün bir texniki səhv buraxılıbsa, orada hər hansı bir razılığa ehtiyac yoxdur. Onu çıxarışa dəyişdirilməsi üçün müraciət edən kimi dərhal kadastr əməkdaşları tərəfindən ölçü işləri aparılır, kadastr məlumat bazasında müvafiq yoxlama işləri aparılır və hər hansı bir ödəniş alınmadan texniki səhv aradan qaldırılır. Biz artıq problemlərdən və hansı işlər görülür bu yöndə ondan söz açdıq. Torpaqların sənədləşdirilməsi ilə bağlı yeniliklərdən də düşünürəm ki, danışa bilərik. Sənəd sünəd işi adi bir mərhələ kimi görünsə də əslində hər birimizə, hər kəsi çox yoran bir prosesdir. Ona görə bunun sadələşdirilməsi üzərində hər müstəvidə, hər sahədə işlər görülür. Bu sahədə hansı işlər görülür? Bəli. Ümumiyyətlə, torpaq mülkiyyətçiliyinin əlbəttə sənədləşdirilməsi, hüquqi müstəviyə keçirilməsi çox vacib bir şeydir. Qəbul eləyək ki, istər torpaq, istər hər hansı bir daşınmaz əmlak çox bahalı bir mülkdür və insanlar illərlə müəyyən vəsait toplayırlar, qənaət eləyirlər və bir daşınmaz əmlak sahibi olurlar və bunun sənədləşdirilməsi gələcəkdə problemlə qarşılaşmaması üçün mütləq düzgün hüquqi yollarla getmək lazımdır və bu istiqamətdə həm sənədlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində, həm elektronlaşma istiqamətində hal-hazırda əmlak məsələləri dövlət xidmətində mütəmadi işlər aparılır. Son çıxarılan 439 sayılı fərmana, yəni vətəndaşlara hansı sənədlər əsasında öz hüquqlarını qeydiyyata ala biləcəklərini göstərən sənədlər siyahısında yeni bir dəyişiklik olundu. Bugünə qədər sənəd kimi qəbul olunmayan icra hakimiyyəti başçılarının kənd və qəsəbə nümayəndələri tərəfindən ayrılmış torpaq sahələri artıq qeydiyyata aparıla bilir və kimin vətəndaşların əlində belə sənədlər varsa, asan xidmət mərkəzlərinə və ya həmin rayonda asan xidmət mərkəzi yoxdursa, daşınmaz əmlakın kadastri və reyestri publik hüquqi şəxsin müvafiq ərazi idarəsinə müraciət edərək öz hüquqlarını qeydiyyata aldıra bilərlər. Eləcə də deməli, əmlak elektron hökumət informasiya sistemi vasitəsilə, EHİS vasitəsilə daxil olaraq elektron xidmətlərdən istifadə edə bilərlər. Öz sənədlərini seçərək daşınmaz əmlakın dövlət reyestrindən çıxarış üçün
tam elektron qaydada müraciətlərini həyata keçirə bilərlər. Son olaraq düşünürəm ki, əksər məsələlərdən danışdıq. Son olaraq bu fərmanın icrası ilə bağlı prosesə dair də istərdim sizə sual verim. Yəni prosesin başa çatması ilə bağlı sual ünvanlansam, yəqin ki, deyəcəksiniz ki, bu mübahisə doğuran nüanslar çox olduğu üçün əslində o qədər də sadə bir proses deyil, amma yol nə qədər qət edilib sualını düşünürəm ki, ünvanlaya bilərik. Deməli, fərmanı iki hissədən ibarət idi. Birinci hissə heç sənədi olmayan insanların dövlət vəsaiti hesabına sənədlə təmin olunması. Həmin hissə demək olar ki, praktik olaraq başa çatıb 62 min ailə artıq sənədlə təmin olunub və bugün hal-hazırda həmin prosesi gözləyən vətəndaş demək olar ki, qalmayıb. Əgər çox təsadüfi belə olan insanlar, xaricdə yaşayan və fərmandan istifadə etməyən vətəndaşlar varsa, onlar istədikləri vaxt və müddət yoxdur, gəlib həmin sənədi əldə etməsi ilə bağlı müraciət edə bilərlər. Orada hər hansı bir müddət məhdudiyyəti yoxdur. Eləcə də dövlət aktlarının çıxarışla dəyişdirilməsi ilə bağlı 490 min artıq çıxarış vətəndaşlara verilib. Bununla bağlı bir məhdudiyyət olmamaqla bərabər, yəni hal-hazırda vətəndaşlar bu il, gələn il və istədikləri vaxt bu dəyişdirmə ilə bağlı müraciət edə bilərlər və bu onların həm texniki səhvini aradan qaldıracaq, həm də yeni elektron sənədlə təmin olunmasına imkan verəcək. Ancaq fərmanda nəzərdə tutulur ki, subsidiyaların əldə olunması üçün bugün fermerlər həm dövlət aktları ilə köhnə sənədlərlə müraciət edə bilirdilər, həm yeni sənədlərlə 2027-ci ildən etibarən artıq ancaq yeni dövlət reyestrinin çıxarışlarına müraciət edəcəklər. O yüzdən, əgər hər hansı bir fermerimiz əkin-biçin fəaliyyəti ilə aktiv olaraq məşğul olursa və Kənd Təsərrüfatı Nazirliyindən subsidiya alırsa və almağı nəzərdə tutursa, tövsiyə edərdik ki, 2026-cı ildə mütləq öz dövlət aktının çıxarışına dəyişdirilməsi üçün müraciət etsin. Təşəkkürümüzü bildiririk. Minnətdarıq sizə studiyamıza gəldiyiniz üçün, fikirlərinizi bölüşdüyünüzə görə. Bəli, dəyərli izləyicilərimiz, bir daha vurğulayım ki, daşınmaz əmlakın kadastri və reyestri publik hüquqi şəxsin sədr müavini Elşad Məmmədovla müzakirə apardıq. Torpaq məsələsi üzərindən, yəni torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı.